İngilis dilini çox yaxşı, yəni mükəmməl dərəcədə bilsəydin, ingilis dilinə keçərdin. 100%. Mən bizə də gözləyirdim. Yox, mənlə eyni takipçidə, eyni izləyicidə olan bir şəxs qazanır 10.000. Mən qazanıram 800, 900, 700, 600. Mən İncəsənət Universitetinə hazırlaşırdım, kəsildim. Və pulu necə qazanırsan bəs soruşmağa? Mən pulu belə deyim sənə, ekstra xərclər eləmirəm, özüm Şirvanda yaşayıram. Amma mən marketinqə bax, abi Kürdəmirə getdim, mən Kürdəmirdən gəmi tapdım. Oha, onu baxma. Kürdəmirdə yeganə blogerəm ki, mən dünümü istirib Su tapmayıblar. Gəmi tapmışsan. Fərqi yoxdur, yox, Kürdəmirlər əsəbləşməsə Kürbər orada. Kürdəmir bomba yeri, biz sərin vaxtında da getmişik. Başını buraxıram deyə bir video çəkmişdim. Sən haralara getmişsən? Mən buraxırdım. Doğrudan buraxırdın? Buraxırdım, çünki orada mənə dedi ki, dünən yaşanıb bu problem, dedim, hə, dedi, bu gün nə fikir edirsən ki? Qaldı da dünəndir. İnkişaf soyunmaqdır, yox, bro. Mənim şortik məsələsi. Bilirdin əqi. Mən bir ay əlimi çəkdim o söhbətdən sonra sosial mediada. Pis oldun əqi, əsəbləşmişdim. 5 gün depressiyada oldum. Nə danışırsan? Mən yemək yemədim. 5000 like bu videoya gəlir. YouTube-da Pələngdən Qurban Bayramında Allahu Əkbər gəzirik. Salam, mən Davud, Emin Davud. Getdik müəllim. Getdi. Ya açılışımı eləyim. Mən dodaqlarımı da açıram ha, brat. Elə də eləyə bilərsən. Açırsan, necə açırsan? Lımınırı deyirəm. Doğrudan deyirsən, hə? Dilimi şey deyirəm, bir də deyirəm. Onları vur ki, videoda dilin topuq eləmir. Bir də dilimi sol sağ, sol sağ, sol sağ, sol sağ, sol sağ eləyirəm. Saniyə bir dəqiqə bir yeni şeylər öyrənməyə başlamış. Dəyərli Azərbaycan gəncləri və gəncliyini yaşaya bilməmiş yetkinlər. Yarım qalmış işlər üzrə mütəxəssis Emin Davud ilə yarı cahil izləyirsiniz. Bugünkü qonağım Azərbaycanın ən bomba travel blogeri Pələng, Şah Pələng Kərimovdur. Bəli. Yarı cahil. Pələng, çox xoş gəlmisən. Xoş gördük qardaş. Biraz indiyə kimi bölümlərində olmayan qədər biraz həyəcan var məndə, çünki Ya estağfurullah. Mən də o həyəcanı daşıyıram. əla. Otostop nədir videosu ilə başlamısan. Bəli abi, bəli. Niyə çəkdin o videonu? Abi əslində bu daha doğrusu bunun əvvəli var. Mən Türkiyədə tələbə idim. Həyəcanlıyam danışıram. Türkiyədə tələbə idim. Orada mən bəzi videolar yoxlayırdım. Bəzən türkcə, bəzən Azərbaycan dilini qarışdırıb həm Türkiyəni, həm Azərbaycanı qarşılaşdırırdım. Sonrasında o kontentin daha zəngin olduğunu düşünmədim. Gəldim Azərbaycana. Onu shortla çəkirdin, yoxsa YouTube videosu? YouTube üçün çəkirdim. Mən biraz pəhlivanvari videolar çəkirdim. 2 maşını. Bəs ilk videon necə hələ otostop nədir videosudur? Çünki onu qaldırdım mən. Sildim o sildin. videonu. Mən 2 maşını bir-birinə bağlayıb dişimlə dartıb eləyirdim. Nə Tapa danışırsan? bilsəm o kadrları atarım, sənə qoyarsan oraya. Allah Qalır Allah. o videolar, arşivlənib yəni. Qaldırmışam o videoları. Sonrasında gəldim Azərbaycana. Otostopla Azərbaycanda gəzmək çox asandır, amma insanlar sual olur. Yəni maşına minirsən, o qanibal söhbəti var, bilirsən qanibal nə də. Yəni otursan maşına, başa salmasan ki, bu otostopdur da. Yəni mən bu locationdan bu location'a gedəcəm. Amma son dövrdə bu YouTube-da türklər, ruslar, avropalılar avtostopu əslində, otostop demək, avtostopu daha belə yayğın istifadə edirdilər. Bəzi insanlar izləyib başa düşür ki, bu avtostopdan istifadə etmək istəyir. Amma genel olaraq çətin idi. Pul istəyirdilər, eləyirdilər. Bu biraz problem olur. Mən bir dəfə Bakıdan Zaqatalaya getməyə çalışdım, özüm Zaqatalıyam. Türkcə danışa getdim ki, məndən pul istəməsin. İlk başda mən deli eləyirdim. Bir də olsa tanımıram da. Bomba taktikalar var. Hə, bombadır yəni. Mən Şəkiyə kimi getdim. Şəkidən də bir dənə tır gəlirdi, tıra mindim. Orada getdim ki, Azərbaycana keçim çünki tanışsa çıxar. Birdən kimsə yaxın kənd, uzaq kəndə. Məndə də elə olurdu, amma genel olaraq Azərbaycanda zarafat bir tərəfə avtostop asandır. Amma pulu ilə asandır. Yox, pulu ilə də yox, bro. Günü seçməlisən, doğru yeri seçməlisən. Bu var. Yəni cümə günləri və ya cümə günündən sonrakı günlərdə, həftə sonları sən yola çıxsan, yaz aylarında yolda qala bilməzsən. Bakıdan çıxışları deyirəm.
Bazar gününün axşamı məsələn Bakıya doğru sən gəlmək istəsən yolda Az qalmazsan. Bakıda yaşayanlar Bəli, onu deyirəm. Amma genel olaraq avtostop asandır. Bizim milli mentalitet əsasən vurğulayırıq. Ha, bunu sərf eləməyən şeylər də bəzən vurğulayırıq. Amma mentalitetimizdə insanı yolda qoymamaq kimi şeylər var. Bunu mən yaşamışam. Yolda qoymayıblar, götürüblər. O vaxtı tanınmırdım, bilinmirdim, maşına minirdim. Bəzi maşınlar var, indi insanlar çörək pulundan çıxır təbii ki də. Bunlar taksilərdir. Bunu da bilirsən, bəzi Opellərdir, bəzi Mercedeslərdir və el arasında marqat deyirlər. Marqat eləyən maşına el qaldırmayasan abi. Bunlar yəni çörəyə çıxmış adamlardır. Çörəyinə də bais olmaq lazımdır. İndi əlində kameranı zadı görür, belə gəlirsən, məcbur qalır deyir otur. Amma 10-15 manat, 10 manata ehtiyac var. Sonra bunu başa düşürsən. Bir də mırtdaşanlar olur, saxlayır, qaz verir, gedir belə, qapını açmaq istəyir. Elə yəni fantaziya yaşayan adamlar da var idi. Amma indi çox asandır. Yəni yolda, mən səni görmüşəm falan saxla. O pələng deyil idi. Saxlayaq, elə olur. Mən bayaqları kamera arxası söhbət elədim. Mən şapka taxırdım da, papaq taxırdım. Əsasən ona görə taxırdım ki, bilinim. Bu TikTokda məsələn və ya YouTube'da video paylaşan oğlan deyilmi? Papaq taxır eləyir. Mən çox belə marketinqi güclü qrup kimi. Müəllim, həqiqətən güclü qurumsan. Bunu normalda qlobalda nə Mr. Beast kimi adamlar, Türkiyədə də bəziləri var ki, spesifik paltarlar geyinirlər ki, çox yaddaşda qalsınlar. Yəni bunu araşdırıb eləmisənsə həqiqətən. Mən bəzi yerlərə gedəndə sırt çantamı boş-boşuna götürürdüm. Mən bilirdim günübirlik qayıdacam. İçinə 2 dənə yastıq qoyurdum ki, mən çantalı bir şəxs kimi görsənim, yəni yol adamı görsənim. Yol qırağında duran bir adam kimi görsənməyim. Yəni strateji o idi. Deyirəm mən səni bu tipdə yolda görsəm tanımaram. Yox, 100%. Yəni onsuz da tanımırlar, o da sərf eləyir. Sərf eləyir. Bəzən Açıq da taxmırsan deyəsən videolarda, yoxsa yox, taxıram. Ya bəzən məsələn montaj eləyəndə taxıram. Artıq mən yaxını görmürdüm, indi uzağı görməməyə başlamışam. Montaj çox bizdə vaxt aparır, sən də bilirsən. Yəni uşaqlar reels kimi deyil, qısa metrajlı, yəni düz videolar kimi deyil, YouTube videoları. Oturursan saatlarla montajlayırsan, ona görə gözümüzü biz fəda eləmişik. Mənim özün editləyirsən indi də videoları. Mən indi də özüm editləyirəm, çünki mən ordayam, mən yaşamışam. Bəzən danışıram da videoda, nə gəldi də, yəni bitilirəm, dökürəm ortaya. Sonra fərqinə varıram ki, yox, bunu demək lazım. Bax, Instagram videoların bombadır, baxdım editinə falan əməlli vaxt sərf edirsən. Mən elə bildim sən onları atıb başqasına elətdirirsən. Yox, bro, məndə o şey yoxdur. Bir dəfə hara getmişdik. İndi bəzi blogerlər var, indi bizim həmkarlar deyim də, özü ilə kameraman aparır. Belə xırda bir yerlər belə olsa da, hörmət eləyirəm, bunlar professional yanaşır işə. Mən qohumum məni çəkirdi, qıraqdan dedilər ki, pələngin kameramanı deyir. Nə kameramanım yoxdur, nə editörüm yoxdur. Hamısını özüm edirəm, özüm fikirləşirəm. YouTube videolarında əvvəl nisbətən bilmirəm, bəlkə mən səhv başa düşmüşəm. Yəni biraz daha çox editə fikir verirdin. Son zamanlarda sanki başını buraxmısan sadəcə başını buraxmısan nə mənada? Bunu da mən strategiya kimi qəbul edirəm. Çünki hazırda mən də travel vlogerləri izləyirəm bu arada. Qlobalda da izləyirəm. Çoxsu edit eləmirlər və yəni görürəm ki, o video partlar. Yəni edit eləməyib daha çox video paylaşmağı üstün tuturlar. Sən də elə bir taktikanı yanaşsan. Bunun 2 səbəbi var. Bir dediyin o taktikadır. Əslində 3 səbəb oldu sənə dediyindən. Birincisi artıq YouTube bizdə çox gəlir vermədiyinə görə sən nə iş görürsənsə gör. Yəni həvəslə də görsən, oradan gəlir əldə eləmirsənsə bir yerdən sonra o iş sənin üçün zəifləyir. Sən yaxşı memar ola bilərsən, rəssam ola bilərsən. Bu yüksək rəqəmli bir qazanc gətirmirsə sənə, səndə biraz səktə ola bilər. İkincisi, mən sonra fərqinə vardım ki, mənim işim elədi ki, insanlar özü kimi görmək istəyir onu. Başa sala bildim. Yəni çox fərqli editlər yox. Özü o küçədə yeriyirmiş kimi uzun istəyirlər videonu. Əvvəl mən qısa, məsələn hər S deyirlər buna. Məsələn hər söz arasını kəsib atırdım, katlayırdım. Sonra fərqinə vardım ki, yox, insanlar buna maraq göstərir. Ona görə videonun maraqlı, axıcı, yəni məsələn Əli Vəli məni izləyirsə yanımdaymış kimi hiss etdirəcək montajlara üstünlük verdim. Amma bu biraz aşağıdır. Yuxarı olan isə bu editdir. Biz elə videolar çəkərik bro, yəni Ruhi Çenetdir məsəl üçün bizə ən yaxın başa düşdüyümüz dil
türklərdə. Bəlgesəl tipli də, sənədli yəni, film. inanılmaz şeylər çəkərik. Adam bir videoya 20.000 dollar pul xərcləyir dublajına. Amma o videodan qazancını mən sizə deyim 60-70 min dollardır. Bunun 20-30 min dollardır çəkilişi. Bundan net qalan pul 15-20 min dollardır. Bizdə bu belə deyil. Bizdə YouTube gəlirləri çox-çox aşağıdır, özün də yaxşı bilirsən. Mənim son 1-2 il qabaq paylaşmışdım bir videoda. Orada YouTube gəlirlərini açıqlamışdın. Deyirdin ki, aya hardasa 300-400 dollar gəlir. Oradan da gəlib vergiləri çıxandan sonra sən satan 400 manat olur olmur. Hələ deyindi yoxsa artıbdır? Yəni belə deyim sənə, məsələn, rəqəm kimi deyim, 400 demişdim. İndi olub 600. Hə, net əlivə çatan 600 manat olur. Və pulu necə qazanırsan bəs soruşmaq Mən pulu belə deyim sənə, ekstra xərclər eləmirəm. Özüm Şirvanda yaşayıram. Mən genel olaraq səyahəti də ucuz bilirəm. Səyahət ucuzdur. Digər səyahət blogerlərlə də danışsa, səyahət bahalı bir şey deyil. Mənim qaldığım yer 6-7 manatlıq yerlər olur, 10 manatlıq yerlər olur. Günlük məsələn 10 manat, 15 manat, 20 manat kimi mən yeməklə özümü təmin eləyirəm. Mən Avropa videolarıma baxsalar, Avropada bəzi yerlər var, artıq bizdə də yayılmağa başlayıb. Marketlərin içində sən gəlsən yemək alırsan. Amma o yeməyi sən çöldə almaq istəsən, bu yemək 15 evrodur. Mən Fransa videoma baxsalar görəcəklər. Mən səhv etmirəmsə 20-30 evroluq yeməyi marketdən 6 evroya alıram. Eyni yeməkdir, tərtəmiz, çox qəşəng, yəni qablaşdırılıb, elənib. Dayandım Eyfelin mənzərəsində. Sadəcə oturmadım, yedim. Çörəyi belə satırlar, salatı belə satırlar. Kes. Mən bəzən özüm üçün belə hazır belə şeylər də düzəldirdim İspaniyaya gedəndə. Deyirdim ki, düşən kimi bir şey yeməyim də. Hazır elə götürüm, yeyim, axşam yeyim pulum çıxsın. Deməli, bir yaxın dostum var. O da təzəlikcə başlayıbdı travel blogger olmağa. Özü Almaniyada yaşayır. Onunla biz həftədə bir dəfə görüşürük. Mən öz podkastlarım haqqında danışıram. O da Zoom meetinglə görüşürük onunla. O da bir növ məsləhətləşirik, kimisə analiz edir falan. Yəni ən çox analiz etdiyimiz adamlardan biri də sən idin Azərbaycanda. Çünki birinci həmin dostum Orxan da buradan salamlar bu arada. Orxan birinci başladı Azərbaycan dilində eləməyə. 3 dənə, 4 dənə, 5 dənə video çəkdi. İzlənmirdi. Yəni normal olaraq da zaten normal deyil, hə. Amma nə elədi? Dedi ki, ingilis dilisi yaxşıdır və dedi ki, mən özümü ingilis dilinə daha rahat hiss edirəm. Çevirdi ingilis dilinə. Dünən 2 gün qabaq ilk videosunu paylaşdı. Video hardasa bir günə 1500 falan izləndi. Super izlənmədi. Hə. Yeni kanal üçün çox qəşəngdir. İndi bununla bağlı birinci sual sənə. İngilis dilində bilsəydin videoları ingiliscə çəkərdin? Mən ingilis dilimi düzəltmişəm. Hə, yox, bilirəm. Hamı da şeydir. Sən ingilis dilin zordur. Düzdür. Bu arada yoldaşımla sənin videolara baxanda həmişə şey deyirlər. Hə, yoldaşıma da salamlar, Nigar Davud. O həmişə deyir ki, Azərbaycan dilində dünyanı gəzən tək adamdır deyirəm. Mən başlayanda bir-iki şüarım var idi özüm üçün. Bir gənclərə göstərmək istəyirdim ki, biraz geniş danışacağam. Gənclərə göstərmək istəyirdim ki, bax mən rayondan özüm Azərbaycanı gəzərək xaricə çıxa bildim. Bir işlə ciddi mütəmadi məşğul olursansa, milyonlar qazanmasan da, amma inkişaf eləyirsən. Mütləq ki, inkişaf eləyirsən. Və sonrasında isə dedim ki, bax ingilis dili bilmirəm də. Biri deyir ki, pul var, amma ingilis dili bilmirəm. Necə gedib gəzəcəm? Mən gəzdim. Mən elədim. Bu perspektivdən yanaşdım mən söhbətə. Sualı unutdum. İngilis dilini çox yaxşı, yəni mükəmməl dərəcədə bilsəydin, ingilis dilinə keçərdin. 100%. Mən bizə nə gözləyirdim? Yox, 100%. Bura pul var ala. Mən sənə deyim də, bax, eyni takipçidə olan bloger, türkü deyirəm elə. Amerikanın CPM-ləri, Avropanın və dünya CPM-ləri fərqli yerdən izlənsə artıqdır. Və Türkiyə ağlayır ki, bizim CPM-lər, yəni 1000 izlənmə başına olan izlənmə pulu azdır da. Mənlə eyni takipçidə, eyni izləyicidə olan bir şəxs qazanır 10.000. Mən qazanıram 800, 900, 700, 600. Arada fərq dəhşətdir. Dəhşət. Niyə? Çünki dil məsələsi var. Onun dilini bilən çox adam var. Türkiyədən izləyir. Reklam məsələsi də YouTube məsələsi var. Məsəl üçün bizdə 1-2 brend YouTube-a reklam yerləşdirir. Ara reklam. Əsəbləşib keçirsə bizim çörəyimiz var. Hə, izləyin axıra kimi. Pələngin videolarını axıra kimi izləyin. Elə izləyin. sənin də idi. Yenə hətta yükləyəndə belə o application-ı daha çox məsələn bizə xeyir olur. Belə. Mən bir sənə gözləyirdim səndən. Mən Azərbaycan dəyər yaratmaq istəyirəm. Yox, dəyər. Elə başladın amma. Zarafat bir tərəfə, yəni
Zarafat bir tərəfə, məsələn, mən çox mesajlar alıram, yazırlar ki, bax biz filan rayonu gəzdik və biz filan ölkəyə gəlmişik. Mənim bir izləyicim var, çox yaxşı yerlərdə də işləyib, adam ali məhkəmədə işləyib artıq, necə deyərlər, təqaüddədir. Məsələn, o deyir ki, mən bu yaşıma qədər gəzməmişəm də, işləyəndə də gəzmirdim, vaxtım da var idi, çıxırdım haralarsa gedirdim Azərbaycan. Deyirəm, indi xaricə gedirəm yoldaşımla, sırf sənin videolarıma baxıb. Deyir, sıxışanda da deyirəm ki, Pələng də burada ingilis dili bilməzdi də, görə vəziyyətlər necə çıxır. Necə gözəl, necə yəni, olur, gənclər olur, xanımlar, bəylər bizim. Mənim əsas fokusum, əsas şüarım odur. Yəni ingilis dili bilsəydim, bizim bir Azərbaycanlı daha var. İngilis dili bilir, dünyanı gəzir, takipçisi də yüksək. Adı nədir? Adım Mənim Davud Axundzadə deyə birisi var. Deyəs, Davud. Onun danışasıydı. Növbəti mövzum o idi. Davud məsələn üçün çox qəşəng, yəni çəkir, eləyir. İndi mən videolarına baxmamışam mütəmadi. Bir də YouTube-dan mən uzaqlaşmışam. Bilmirəm niyə. İzləmirsən? Əvvəl mən çox yaxşı izləyici idim deyə düşünürəm ki, amma mən marketinqə bax, abi Kürdəmirə getdim. Mən Kürdəmirdən gəmi tapdım. Oha, onu baxmamışam. Kürdəmirdə yeganə blogerəm ki, mən dünü Mr. Su tapmayıblar. Gəmi tapmışam. Fərqi yoxdur. Yox, burada Kürdəmirlər əsəbləşməsə Kür var orada. Kürdəmir bomba yeri. Biz sərin vaxtında da getmişik. Kürdəmirdə mən getdim, gəmi tapdım. Kürdəmir videosu məndə YouTube-da 130 min izlənib. Yəni bu elə belə Kürdəmirdən 50 dəqiqəlik kontent çıxartmışam qardaş mən. Yəni bu elə belə bir şey deyil. Səlyan olsun, mənim şəhərim Şirvan olsun, Sabirabad olsun. Mən dedim Qəbələ, Məbələ, okey, gedəcəm onsuz da. Amma qoy buradakı auditoriyaya da mən yönəlim, buradan da çıxıb. Yarı cahil. 2000 hardası 20-dən bu yana YouTube-a video çəkirəm təsəvvürlə və 1000 izləyicim təzə olubdu. Getmir. Yəni çox sağ ol, təşəkkür edirəm. İzlənmə getmir. Bir dəfə Abidə Orxan çağırmışdım, salam olsun ona da. Onun videosu 15 min falan izlənib. Ondan onu izləyən videom yoxdur və yəni sən də bilirsən, hələ səndən bununla bağlı sual verəcəm. Ki yəni həftədə bir, ayda bir normal bir həftəlik depressiyaya düşürsən. Tembol o editing prosesi bayaq sən dedin. Məsələn mən bu birinci mən də təzə başlamışam sənin taktikaya keçməyə. Basıram gedir də, çox editləmirəm. Əvvəl adi yarı cahilin bir bölümünü editləməyə mən 10 saat vaxt xərcləyirdim. Çünki 1 saat əlimdə material var, 1 saatı 40 dəqiqəyə salmalıyam. Kəs doğru ora bir şey qoy, nəsə haqqında danışır zadısı. Və bir arada başımı buraxmaq haqqında ya düşünürdün, ya da o da marketinq strategiyasıdır, bilmirəm. Başını buraxıram deyə bir video çəkmişdim. Sən haralara getmirsən? Mən buraxırdım, Doğrudan buraxırdın? Buraxırdım. Çünki amma məndə bilsən nə olurdu abi? Mən bəlkə də səndən 1+ qabaqdaydım. Bilsən niyə? Mən gəldim Azərbaycana, Kürdəmirə getdim, məsələn, və ya Lənkərana getdim. Adam Lənkəran yazsın görüb girdi videoya. Bu ola bilər, başa düşdün. Amma səndə elədir ki, o qonağı tapmalısan, qonaq sual verir ki, nə qədər takipçin var. Heç bizim aramızda söhbət olmadı. Abi, nə qədər izlənirsən? Bu sualları verirlər. Hə, mən onda gələrəm. Ya da qardaş, mənim işim var. Kimi şeylər. Ya soruşur ki, bu adam kimdir? Amma bu adam məni soruşmadı. Səni soruşa bilər. Məni heç kim soruşmadı. Lənkəranı gördü, girdi, baxdı. Bu bizim küçə, falan kəs, bax sizin məhlə. Belə video yayılmağa başladı. Sonra baxdılar ki, bu uşaq da şirindir. Biz bunu da izləyək falan filan. Mən həyatımda məsəl üçün toxunuş nöqtələri oldu. Məsələn, Telmanla bilmirəm baxmısan. 100%. Mən Telmanla keçmişəm. Telmanla biz tanış olduq. Məsələn, qarşılıqlı olaraq bizim dialoqumuz çox qəşəng tutdu. Telmanla sonra video çəkən şəxslər var idi. Bizim qədər izlənmirdi. Bizim dialoqumuz yaxşı oldu deyə videolar lap çox izlənməyə başladı falan. Mənim Hindistan səfərim, Əfqanistan səfərim, bunlar hamısı üstünə qoydu. Mənim Asiya səfərim, Avropa məsəl üçün mən vitrin kimi düzəltdim. O izlənməyə qayıdıq. Hər videodan sonra dedim ki, buraxacağam YouTube-u. Sonra dedim ki, ya tutarsa, başa düşdün. Yəni o Nəsrəddin Hoca da, Cem Yılmaz başa düşdün. Ya tutarsa, deyirdim bəlkə bundan partladı. Bax sən o mənim videolarım izlənmir dediyim vaxtdakı indiki izlənmələrə baxdım. 600 min, 300 min, 200 min zat buraxıram deyəndə əvvəlkilərin indi bu dəqiqə elə izlənibdi. İndi oldu da. O vaxt elə deyil idi ki, bro. 1000, 2000, 800, 900. O mənim nə danışırsan? Elə indi o qalıb orada. Məsəl üçün düşür kəşfiyyata, alqoritmaya, izlənir o videolar hələ də. Bəs YouTube-un o şey yaxşıdır xaricdə ki, sən məsələn Enes Batur YouTube-u buraxmışdı, amma oradan aylıq minimum gəliri $20,000 idi. Çünki
paylaşma video 1 il, 2 il oradakı videolar izlənir. Nə bir mağaza kimidir, vitrin kimidir. Düşün ki, ürün arxası uzanır, ürün qurtarmır. Hə, maraq çox görürüm, olmaz, yəni çox görməz. Vitrinə gəlmişəm, mən dedim ki, mən hamı deyirdi ki, sən Avropanı indi gəzmə də, gəl Azərbaycan, gəl sonra Avropanı. Mən dedim vitrin düzəldirəm. Mağaza kimi. Sən qapını açdın, girdin içəri, görürsən ki, 2 dənə burada tişört var, bir dənə də şalvar var, yaralı yerimiz, bir dənə də şortik var. Hə? Amma biri var ki, girirsən futbolkalar, nə bilim, qurtqalar, falanlar, bəsmənlər, bir çox ayaqqabılar. Deyirsən ki, bura təzə açılıb, onun nə maraqlı ürünlər var. Adam girir sənin kanalına, deyir ki, bu az izlənir, Fransa, İtaliya. Mənim paylaşdığım İtaliya videoları 70 min, 80 mindir. Onlar bilsən neçə idi, bro? 1000, 2000. Yəni sirkulyasiya mənim videolarım biraz aslılıq yaradır. Yəni 100% Hindistandan baxsaz, yəni başlayırsan asılı olmağa, arxa-arxaya baxmağa. Həmin o momentdə necə idi sənin düşüncə tərzin, o buraxıram deyəndə? Bro, mən başqa çıxış yolum yox idi bu həyatda. Mən özümü uşaqlıqdan burada görmüşəm, kamera. Mən İncəsənət Universitetinə hazırlaşırdım, kəsildim. Yəni bilmirəm niyə kəsildim. Hazırlaşmışdım orada şeir, monoloq, etüd falan hamısını elədim. Kəsildim oradan. Türkiyədə tələbə olanda mən teatro klubunda idim. Hətta Azərbaycan türkçəsi ilə yox, Türkiyə türkçəsi ilə mən baş rola qədər qalxmışdım. Yəni hətta biz 10 nəfərin içindən 200 nəfər bizi seçdi. Yəni o izləyicilər 10 nəfərin içindən baş rola bir dənə mən seçildim. Yəni bu var idi mənim içində. Kamera qarşısı, kamera arxası bir şey eləmək, proqram sunucusu olmaq, aparatçısı olmaq bu həmişə olub mənim içimdə. Bura yönləndirdim özümü. Bu arada ilk başlayanda biraz uzun danışıram, üzr istəyirəm. Buyur. İlk başlayanda mən cümlə qura bilmirdim. Yəni kameranı götürə bilməm. Bura belə qalırdım yəni. Onu nə etdim abi? Karantin vaxtı Türkiyədə idim. Mən 2020-də başlamışam mən YouTube-a. Karantin vaxtında götürdüm kameranı, özümü saldım məsələn, harda insan var. Türkiyədə saat 1 ilə 5 arasında çölə çıxa bilirdik. Yanına 3 nəfər keçir, kameranı qaldırıb çəkirdim ki, içimdəki o nə bilim boş utancı yenim. Hə, insanların yanında özünü çəkirdim. Hə, özümü boş danışırdım. Heç nə danışmırdım. Evdə ancaq əlimdə kamera gəzirdim. Güya video çəkirəm. Uşaqlar oyandım, indi yemək bişirirəm, falan edirəm, indi çölə çıxacağam falan. Boş videodu silirdim. Belə artıq baxdım, gördüm ki, o an mən bədayətən meyxanaçı kimi yəni bir söhbətə fikir bildirə bilirəm. Qəşəng. Mənim şortik məsələsi. Onun üstündə illər keçib. Bax, əslində danışmayasın. Bu söhbət də ora gəldi. Danışmayın. Tutmasan yaya. Bu kəsib TikTokda paylaşmasan yaya. Mənim şortik məsələsi getdin. Bilirdin həqiqi. Mən inan mənə çox səmimi deyirəm. O zaman mən YouTube-da 4000 takipçim var idi. Mən əgər bilsəydim, bilərək ora geçsəydim, sonrasında TikTokda canlı yayın açardım, hamı məndən danışırdı. Və mən orada kimlərləsə üzü qızara dava eləyib hədiyyə dilənərdim, belə deyim. Mən bir ay əlimi çəkdim o söhbətdən sonra sosial mediada. Pis oldun həqiqi, əsəbləşmişdin. 5 gün depressiyada oldum. Mən yemək yemədim. Düşün ki, qaqaş şortikdədir maykada, profil şəkli. Yəni profilə girib baxıram, açıq profil işlədir də. Məsələn üçün X bir yerdə şortikdə, X bir yerdə nə bilim maykada yazıb ki, yaxşı oğlan şortik geyinməz. Bu mənə depressiya salırdı. Amma inan mənə bu həyatda, mənim həyatım biraz zincirvari, belə fərqli bir həyatdır da. Mən o şortik məsələsini yaşamasaydım, bəlkə də sonrasında mən linç ediləndə, mənə pis yorum gələndə ki, gəlir təbii ki də, gələndə mən çox depressiyaya düşərdim. Mən 4000, 3000 takipçidə əndibi gördüm. Sonra kimsə mənə yazanda ki, millet nəqlətə deyirdim, mən vecimə deyil. Mən girib mesaj tapıram indi, görürəm. Yazıb da 2 il əvvəl, 3 il əvvəl, sən lənətə gəlmişsin. Mən o şey olaraq, TV olaraq deyirəm. Əslində orada nələr var da, söyüşlər var. Səni ləçər, nə bilim nə. İndi baxıram, o silib də mesajı, amma mesaj qalır axı, söhbəti silib. İndi yazıb ki, sən mənim qardaşımsan, sənin yoldaşımdan baxıram. Nə danış? İnsanların fikirləri, düşüncəsi həyatda da elədir. Uşaqlar mən elə deyirəm, düşüncəsi hər an dəyişə bilər və insanların düşüncəsi ilə yaşamaq lazımdır. Şort söhbətdə bilmirdim. Mən getdim ora, bir də gördüm, gəldi falan. Özü mənə bay deyir, nə bilim nə deyir. Biraz yaşlılar bizi izləyirsə bilər, 2000-lərin əvvəlində cins şalvar geyinənə yaxşı oğlan baxmırdılar. Amma o kişi cins şalvardaydı.
belə papaq taxmışdı, kepka. Məsələn, o kepkanı, yəni buxara papaq deyirlər, nə deyirlər, kişilər onu taxırdı ən çox. O kepkanı taxana yaxşı baxmırdılar, amma kişinin özü həmin papağı taxırdı. Mənim şortikimə söz deyildi. Mövzu şortik deyil, mövzu insanlar aqressivdir. Mən necə imenli gedib o kəndi tapmısan? Mən o qəribə O yəni. necə oldu? Mən də sənə deyim. Buradan salam olsun Samir adlı dostum. Biz Samirlə videosu da var. Zaqatalıda elə sənin məkanında, yerində. Orada tanış olduq. O sonra məndən sonra başqa yerlərə getdi və dedi ki, orada Qalacıq şəlaləsi var. Mən də əvvəl şəlalə deyib çəkirəm. Qalacıq şəlaləsi var. Mən də bilmirəm ki, nədir. Dedi, qoruqdur ora. Bəs hər hansı bir əraziyə hara aiddir ora? Şahdağa ərazisinə aiddir, səhv eləmirəmsə, yadımdan çıxa bilər, üzrlü sayın. Ora aiddir. Bəs ged ora. Abi mən də şəlalə falan çəkmək həvəsindəyəm də. O vaxtlar videolarıma bax, bazar videoları zat yoxdur. Gəlib çəkirəm, izləmir. Sonra tutdum ki, xalqla, yerli, lokal insanlarla ünsiyyətə girmək lazımdır. Mən də ora gedəndə, hədəfim Qalacıqdır, ora gedəcəm. Ora getdim, başıma bu hadisə gəldi. Sonrasında bəs yəni mən proqrama dəvət edildim ki, Gördüm. Şahbələk bəy, siz niyə short geyimirsiniz? Yəni bro, bir də fikirləş yəni. Bir də sağ olun. Nə demişdin o cavabda? Baxmışdım yadımdan çıxıb. Bir də ciddi qulaq as, yəni söhbət Mars zətdir. Hamı deyir biz Marsa gedirik falan bəs mən. Söhbət sən oturursan, bu qədər dünyada problem var. Bu qədər söhbətlər olur və sənə sual verilir. Sən niyə şort geyinmişdin? Bu gün o sualı sənə verən sabah gün gəlib deyəcək ki, Emin sən bu papağı taxma. Başa düşürsən? Sabah gün gəlib deyəcək ki, biz o vaxtı saatı bu qolumuza taxırdıq. Yəni bu inkişafdır. Bu söhbət 2010-ların əvvəllərində olsaydı, deyərdim cəhənnəmdə. O vaxt saçı qaldırana da pis baxırdılar. Baxırdılar, saç uzadana pis baxırdılar. İndiki geyimlər, dayıların geyindiyi geyimlər var ha. İndi geyinirlər o dayılar. O vaxt geyinirsəydi başqa olardı. İnkişaf sözünü səhv başa düşmək lazımdır. Mən sənə inkişaf soyunmaqdır qanqa. Yox, bro, o deyil. İnkişaf bilirsən nədir? Öz həyatına fokuslanmaq, başqasının həyatına fokuslanmamaq və özünü inkişaf elətdirməkdir. Mən demirəm soyunaq gedək tökülüşə ora. Mən orada özün bayaqları mənə dedi ki, mən sən şeydə gözləyirdim, şapkada, falan paltarda falan. Mən orada lazım olan paltarı geyinmişdim. Çünki isti idi, bro, maşın saxlamırdı. Mən Astara Sım kəndinə piyada çıxmışam. Bro, piyada saxlamırdılar, tanımırdılar məni. Piyada getmişəm. Yəni demək istədiyim odur ki, mən orada absurd bölgələrimi açıb göstərsəm, mənə kimsə gəlib söz deyə bilərdi. Amma mən başımı salıb yolumu gedirəm. Gəlib mən o həmin adama da deyirəm, sənin qapını döyüb evə girməmişəm ki. Özəl alanına girməmişəm ki. O sonra nə bilim, mən baxdım, utandım şəxsən, amma yaşda böyükdür yenə də. Heç nə. Mənim Əfqanistana getmişəm. Əfqanistan videonda ən ləzzət elədiyim şey, mənə ən ləzzət eləyən şey nə oldu? Məsələn, Alper Rende'nin videosuna baxdım, Əfqanistan videosuna. Alper Rende şey mindsetindədir, çox türk də, yəni Allahım bu nədir, biabırçılıqdır, biz inşallah belə olmaz. Böyük ehtimal həqiqətən elədir, o heç, yəni sözsüz. O dərəcədə deyil. Hətta sənin ora gedib, oradan ən bir-iki dənə cümlə, cəmaət mehriban deyir. Onun pozitivindən fokuslanmağın çox möhtəşəm bir şeydir. Bro, bilsən, bir repdə var, deyir, hata ararsan, bulursun. Yəni, səhv axtarsan, taparsan. Məndə də, səndə də, hamımızda. Amma mən çox millət tanımışam, görmüşəm. Sadəcə danışmaq deyil, yəni analiz edirsən, baxırsan. Mənim tanıdığım ən gözəl millətlərdən Əfqan millətidir. Əfqan milləti bölünür Peştun, Türkmən, Özbək öz içində. O kültürdə, o mindsetdə, səhv eləmirəmsə belə deyirlər, yaşayan insanların mən fikrini çox sevirəm. Necə? Nə mənada? Qonağa. Getdi də TikTok. Hə, necə? Nə Taliban qardaş. Hə, nə mənada? Bu xahiş edirəm qoy, kəsmə. Məsələn, adam su içir və suyu yoxdur arxada. İçdiyi suyu səndən bölüşür. Adam yemək yeyir, başqa yeməyi yoxdur, yeməyi bölüşür. Sən gəlirsən, yaşlı adam da ayağa qalxır. Yəni bu fikirlər var, bu düşüncələr var. Mən də hər zaman gördüyümü yansıdıram. Gördüyümü deyirəm. Görmədiyimi və ya deyəm mən bunu belə çəkim, qoy biraz daha belə xaos olsun, qoy insanlara fərqli olsun. Yox. Mən necə ki misal Özbəkistanda və ya Taylandda xoşbəxt idimsə, orada da xoşbəxt idim. Mən 29 yaşında orada qeyd elədim.
Əfqanistanda. Əfqanistanda gedərdim və mən 19 yaşında fikirləşsəydim ki, mən 29 yaşında Əfqanistanda acımı qeyd edəcəm, mən çox absurd gələrdi. Hə, sistem yoxdurmu? Yoxdur. Politik söhbətlər də artıq olar. Hə, pozublar, eləyiblər, giriblər, falan olub, amma gəl ki, millət o qədər müharibədə olub ki, millət milli mətbəxini unudub. Mən orada onu dedilər. O qədər düyü, belə xırda-xırda yemək bişiriblər ki, adamlar illərlə unudublar milli mətbəxi. Adamlar cahilləşibdi, adamlar fərqli olubdu. Qanun yoxdur, başqa hər şey var. Yəni hər şey ağlıma gələ biləcək. Qanun yoxdur bir dənə, başa düşdün. Amma gəl ki, səmimidilər, içdəndilər, gülər üzdülər. Pisi varmı? Var. Sən də, mən də yaxşıyıqmı, pisikmi? Sual altındadır, amma orada da var. Əfqanistanda şort geyinmişdin? Əfqanistan. Yox, şort geyinməmişdim. Mən Əfqanistanda olanda şort havası deyildi. Evin söhbəti başqa yerə. Ya mənim sən də maraqlıdır. Əfqanistan videosunun belə daha şiddətli olmağını gözləyərkən qalacığın şiddətli olmağı biraz qəribə gəlir. Yəni elədir bro. Mən çox vaxt dilə gətirməmişəm. Qalacıq videosu mən ay yarım sonra paylaşdım hadisədən. Hə bro. Yəni gəldi başıma bunu paylaşmalıyam. Yox. Ay yarım sonra mən özümlə fikirləşdim ki, nə reaksiyalar görəcəm də. Mən insanları belə yaralarına duz səpmək istəmirəm. Çünki orada o hadisələr olmuşdu. Açıb baxsam, mənim hadisəm ondan ay neçə sonra gün üzünə çıxıb. Amma o hadisəyə yaxın vaxtlarda yaşanmışdı. Sonra paylaşdım ki, onsuz da indi yaşanıb bu hadisə. Mən bunu sonra paylaşım. 10 milyon manat nağd bu dəqiqə qoyuram qabağa. Harda yaşayardın? Abi Azərbaycanda. Doğrudan. 10 milyonum olsa qırağa gedərəm valla. Qırağa gedirəm ki, pulum olsun. Azərbaycanda brat 100%. Yaxşı, bəs Azərbaycanda nəyi dəyişmək istəyərdin? Azərbaycanda mən istəyərdim ki, insanlar təhsil alırlar ha. Yəni sadəcə diplomlu olmasınlar. Biraz üfqü geniş olsunlar. Mən qarşılaşıram, amma son belə öz yaşlılarım olsun, biraz gənclər olsun, üfqləri həqiqətən genişdir. Amma üfqü geniş, dilimizdə sözlər var ha, amma şüardır da bunlar. Məsələn, hər kəs öz işi ilə məşğul olsa yaxşı olar, amma olmur. Və ya deyirək, sən get öz işinlə məşğul ol. Bu söz çox dəyərli sözdür bura. Get öz işinlə məşğul ol. Mənə də deyəndə, məsələn, deyirəm, o düz deyir də. Get öz işimlə məşğul ol. Və mən nə işim var? Mən buna fikir bildirirəm də. Dostum deyilsə təbii ki də. O şüarları yaşaya bilsək, dilimizdə məsələn, hər qoyun öz ayağından asılar. Bunu yaşaya bilsək zor olar, əla olar. Biraz üfüq məsələsidir, bir-birimizə qarşı motivasiyadır. Biri çıxır deyir ki, məsələn, heykəl düzəldib də, ilk başda heç nə olmur abi. Düzəldir, bu nədir, bu nə gündədir məsələn. Yox, bu daha yaxşı ola bilər. Sən heç filan kəsə baxmısan, bunun daha yaxşı sənət əsərləri var. Bunları mən dəyişmək istəyərdim. Bir də gülmək, xoşbəxt olmaq. Qəribə deyir, rayona yersin cəmaət gülür, Bakıda gülmürlər məsələn. Yox, bizdə genel olaraq insanlar gülmür. Rayonda da gülmürlər. Yəni mən hətta bu səyahətlər indi deyəcəm belə deyəcəklər ki, kəşi bizdə də olsa, psixoloji problem də yaradır insanda. Mən seanslara qatılırdım. Seansda deyirdilər ki, məsələn, çıx, məsələn, kimlənsə ünsiyyət qur da. İndi məni tanıyır biri ikisi, deyir ki, "Fələn necəsən falan məsələn." Düşünürsən ki, sən çöldəsən, 2 nəfər oturub, bəy xanım çıxıram, xanıma heç qoyuram qırağı. Sonra deyirsən ki, siz nə kofe içirsiniz? Məsləhət görərsiniz, mən də içim. Belə içə deyəcək ki, geysən. Sən geysən. Yəni başa düşdün, fərqli başa düşdün. Belə siz ikiniz baxıram ki, əyləncəli söhbət edirsiniz də, yaxınlaşıb, ya qardaşlar, mən də qatıla bilərəm, təkəm, ürəyim sıxılır, çıxmışam çölə. Bu açıq-açıq deyə bilərsən də, dostuma zəng eləyə bilmədim. Dedim ki, sizlə görüşüm də. Deyəcək, bu yəqin təkdir, nə bilim, heç kim saymır bunu. Yox, o an o ətrafından uzaqlaşmaq istəyir. Bunu xaricdə çox rahat eləmək olur. Çıxırsan çölə, məsələn, tutaq ki, dişin ağrıyır da və əsəbin pozulur. İnsanlar gülür sənə. Məsələn, Şirlankadaydım mən. İnsanlar çox kasıbdılar. Aylıq 60-70 dollar pul qazanırlar bu adamlar. Amma gülürlər. Çox gülürlər. Mən İndoneziyada problem yaşayanda, Balidə, orada mənə bir yerli lokal dedi ki,
bu gün yaşamısan, dünən yaşamısan bu problemi. Çiyin məsələsini. Hə, yox, ondan başqa problem idi. Oteldən yıxılmışdım mən 4 metrdən. Nə danışırsan? Hə, yıxılmışdım. Vyetnamda mən qırdım. Bu arada çinim qırıqdır. Orada mənə dedi ki, dünən yaşanıb bu problem. Dedim, hə, dedi, bu gün niyə fikir edirsən ki? Qaldı da dünəndə. Qəşəng. Çox gözəl bir fikirdir. Çox gözəl bir xüsusiyyətdir. Düşüncə İnsanlar tərzi. xoşbəxtdir. Instagramı açsaq bir dənə 1-2 nəfərin suallarına baxıb prosta cavab versək, Instagramdan yox, belə cavab versən. Hə. Olar? Yəni şeydir də, böyük etmə. Qaqa necə gəzim? Bir də aç məsələn Mırta requestlərə baxaq da. Screen recording eləsən zor olar ki, sonra. Ayaş eləmə. Onu Okay. eləyəməyəcəm. Aç bir dənə baxaq. Məsələn, sən qardaşsan, sən ürəksən. Allah razı olsun. Bu requestlərdir yoxsa Bravo. tanışlardır? Yox. Requestləri aç. Hə, Requestlər maraqlıdır. requestlərə Tanışlar nə edirəm? Biri yazıb Ağdaşa gəl, cavab verməmişəm. Salam Ağdaşa gəl, yenə cavab verməmişəm. Yazıb ki, yazıqlar olsun. Biri yazıb ki, salam niyə lazımlı yerlər göstərmirsən? Kimə görə, nəyə görə lazımdır? Mən nə bilim sən nə istəyirsən. Biri yazıb ki, bəs Almaniyaya necə gedə bilərəm? Qiymətlər nədir orada? Mən bu suala belə cavab vereyim. Çox adam sual verir ki, məsələn, X bir yerə getsəm nə qədər xərcim çıxar? Bu şəxsdən şəxsə dəyişir. Sən nə yeyəsən, nə içəsən, fərqli bir əyləncə kültürün varmı? Mən məsələn kluba falan çox getmirəm də, çəkiliş üçün gedirəm, insanlara bəzən göstərirəm, gecə həyatı və ya Falkland Streetlər olur Asiyada, onları göstərirəm. Belə o sən harda oturasan, hansı oteldə qalasan, şəhərin mərkəzindəmi, uzaqdamı, taksi iləmi hava limanına gedəsən, yoxsa yəni mən bəzən hava limanına baxıram, yaxındır, piyada gedirəm. Çünki ora verəcəyim $10 taksi pulu məni çox qabağa atır. Belə bəzi hava limanları var ki, piyada getmək olur. Düzdür. Yəni mən də Avropada yaşamışam. Sənə deyim, o bəzi ölkələri çıxıram, indi Amerika heç, İngiltərədə falan bunlar dəhşət bahadır. Amma Almaniyanın özündə də, lap Polşa olsun, Almaniya olsun. Heç biri belə çox da baha deyil də, yəni. Deyil bro, yəni Marketə gir, bizim qiymətlərlə aşağı-yuxarı eynidir. eynidir və burada belə bir nüans var ki, orada təyyarələr bileti də çox ucuzdur. Yəni mən Krakovdan Praqaya uçdum $10. Mən Varşavadan Lissabona uçdum $20. Yəni belə biletlər alıram mən və gedirəm, hosteldə qalıram. Hostelində günün 30 manat, 40 manat maksimum. Yox, çox deyirsən. Doğrudan deyirsən. Hə, brat, 15 manat. Hələ şəhər qırağındadır. Mən hələ şəhərin mərkəzini deyirəm. 20 manat. Belə mən Romada məsələn hosteldə qaldım. Günü 25-24 manat idi. Kolizeyin yanında idi. Hə, rahat idi yəni. Səyahət çox bahalı deyil. İnsanlar fikirləşir ki, bu pələng nə qədər pul qazanır, bu qədər gedib gəzir. Asiyaya bilet bahalıdır. Avropa Budapeştdə 95 manata bilet var. Vizan varsa get 95 manata, sonra Flixbus, Ryanair, Wizz, bomba kimi gəz orada. Mənim turlar təşkil etməyə başlamısan deyəsən, onda reklamını eləyirəm. Paylaşdım, heç kim yazmaz. Doğrudan deyirsən. Yox, yazan var, yazan var. Daxili turlarla başladım ki, indi bilmirəm də mən kütləni necə idarə eləmək olar. Mən həmişə tək gəzmişəm. İndi də tək gedəsən, belə bələdçi kimi. Yox. Hə, bələdçi kimi tək gedəcəm izləyicilərimlə. Paylaşdım. Yazan var, məsələn 6-7 nəfər qeydiyyatdan keçən var. İndi xaric səfərləri bilmirəm nətər olacaq. Biz biraz mən həmişə bunu bilirəm. Yəni bir şeyə gedirsənsə, zövq almağı bacarmalısan. Biz həmin maddiyyatı fikirləşirik. Biz ora keçsək, orada falan qədər xərcləsək, falan şey falan nətər olar? Abi bir get, bir özünü orada gör, bir hiss elə oranı. Dəyirsə $500 ver o şey üçün. Həqiqətən dəyirsə. Yox, dəymirsə lazım deyil. Mən razıyam. Turlar hələ ki yaxşı getmir. Pələnglə səyahət deyə bir tur şirkəti açmışıq. Batmışıq yəni. Bu həftə gedəsiniz də deyəsən bazar Az öz quruğumdur. dost-tanışla yığılıb gedirsən də. Səyahətlə bağlı problemləri də danış. Yəni bu arxa planda gedən çox şey olur yəqin ki. Arxa planda gedən riskdir. Məsələn mən Əfqanistanda olanda, onu da deyim. Əsgər silah təmizləyirdi. Belə oturub orada mən də yemək yeyirəm. Bir də gördüm ki, bir şey mərmi səsidən, mərmi açıldı, belə yanımdan keçdi. Belə hə başımı qaldım, qaqaşa baxdım. Qaqaş da belə silirdi, silahı belədi. Sorry.
Vurmuşdu ya məni, sonra nədir? Məsələn, can təhlükəsi, mal təhlükəsi, ürəyin qalır oteldə, kompüter ordadır, hard disk ordadır falan. Qorxursan ki, bu hard diskin başına bir şey gəlsə, mən onu eyni şəkildə bir də çəkə bilməyəcəm, gələ bilməyəcəm. Bu səndə motivasiyanı salır aşağı. Təhlükədirmi? Təhlükədir, amma hər yer belədirmi pələng? Yox. Yəni Asiyada sən rahatsan. Avropada bəzi yerlərində rahatsan. Bir də bunu əvvəldə verməydim, sonda verirəm. Adın niyə Şahbələngdir? Abi mənim adım niyə Şahbələng? Cəmaət elə reaksiya verir, elə adım dinozavr zaten. Mənim oxşur. Şir aslan var, Cavanşir var, maral Bunu var, ceyran var. Bu da şah ayrıdır, pələng ayrıdır. Eynidir, yox. Şahbələng bir yerdədir. Bir yerdədir. Yəni şah kimi Məhəmməd Əli kimi deyil. Şahbələngdir, qədim addır, çox qədim addır və siz Lerikə getsəz, Lerikin o uzun ömürlü kəndinə getsəz, hamısı ölüb bir dərmə qalmışam. Çoxuna Şahbələng yazılıb, Şahbələngov yazılıb. Doğrudan? Qədim Maraqlı. adlardandır. Yəni belə. Heç nə. Səyahətləri necə planlayırsan? Planlayırsan ümumiyyətlə ki, bu ölkəyə gedəcəm, buralara dəyim falan. 100% mən digər həmkarlarımı da izləyirəm. İndi bu günləri artıq bizim əlimizin altında AI var. Əvvəl AI-dan istifadə eləmirdim. Bizə bir şey gəlib gec çatıraq. Yəni biz gec çatırıq onda da. O var, dünya istifadə edir, biz indi çatırıq, indi istifadə edirik. AI-dan istifadə edirəm. Yəni oradan baxıram, hara getsəm məntiqli olar. Açıb YouTube-a baxıram, Google-a baxıram, araşdırıram. Və əvvəl mən o qədər psikopat idim ki, abi evdə mən orada nə danışacağam deyə planlayırdım. O dərəcədə bilgilərə, məsələn Eyfeldir, falan olub. Evdə deyirdim ki, mən videoda çaşmayım. Amma o bilgilər səncə izlənir, yəni indi eləmirsən. Yox, bilgilər izlənmir. Mən bayaq söhbətə toxunum, bilmirəm ora qoyasan, qoymayasan. Mən əvvəl gəlib şəlalə çəkirdim, dağ çəkirdim, bayır çəkirdim. Sonra gördüm ki, yox, lokal insanla söhbət etmək maraqlıdır. İnsanlar daha bir-birinə ötürür o videoları. Gör bu nə deyib videoda. Bu nə absurd şeylər mən qəti paylaşmıram. Yaşamışam dibinə qədər absurd şeylər. Yəni o shortik teması nədir? Onun üstü şeylər yaşamışam. Deyiblər, səhv deyiblər və ya bilərək deyiblər. Mən bilmişəm ki, bu adam bunu desə xalq tərəfindən, həmin rayon tərəfindən və ya dediyi rayon tərəfindən linçlənəcək. Üstü bağlı deyim də, X rayon üçün əlaqəsi yoxdur. Getmişəm, filan şey filandır, məsəl üçün, bu ürün neçədir filan. X rayona söz atır. Ayda kəsirəm oranı ki, ora inciməsin. Cüssəbazdır, ora gedəcək. Gedəcək ora. O videoda nə deyirdilər? Belə abi, balansı qorumaq lazımdır. Mən Azərbaycan çəkişlərimi demək olar ki, yekunlaşdırmışam YouTube üçün. Artıq əsəbim dözmür. Eləməyəsən da, rayonları falan. Ancaq xaric. Ancaq xaric, amma indi bir moto götürürəm özümə. Moto tur eləyəcəm. O özüm üçün eləyirəm. Motosikleti götürüb? Bəli, özüm üçün çəkəcəm. Mən sırf çəkiliş üçün ora gedirdim indiyənə qədər. Amma tur təşkil edirsən də, yəni pul. Tur görək də eləyirik. Tur da olacaq. Tur, yəni bir yerdə gedəcək, onun da ayrı bir reklamı, ayrı bir biznes planı var. Onun tur üçün də videosunu çəkəsən, vlog kimi yoxsa? Təbii ki, çəkəcəm, amma yenə deyirəm YouTube üçün yox. Instagram üçün, TikTok üçün, YouTube Shorts üçün. Amma moto turu özüm gedirəm bura. Elə olacaq gedəcəm, çəkməyəcəm. Məsələn, qaxa getdim, çəkməyəcəm. Özüm gəzəcəm. Çünki mən gələndə baxırdım ki, ayda mən falan yerlərdə olmuşam. O qədər başım qarışır çəkməyə, bunu deyəcəm, onu deyəcəm, bunu çəkim, onu çəkim, anı yaşamırdım. Vlogerlərə yeni başlayanlar üçün nə məsləhət vermək istəyirsən? Sadəcə yeni başlayanlar üçün deyim mən. Hər şeyə yeni başlayan, oxumağa yeni başlayan, yaş fərqi yoxdur. Heç kimi umursamamaq da düz deyil. Amma özünə inanmalısan. Görməlisən ki, sən bunu bacarırsan. Bunun səndə altyapısı var, formalaşır. Çox amatör ola bilərsən, çox yeni başlayan ola bilərsən, çox çaşa bilərsən. Özünə inanmalısan, bro. Bu həyatda özünsən. Mən onu bilirəm. Yaxınların, dostların, ailən, yoldaşın, bacın, qardaşın, okey. Onlar ordadılar, amma özünsən. Və deyirəm ki, dilimizdəki şüarlar deyir ki, insanın özü özünə elədiyini el də yığılsa eləyə bilməz. Bu həm yaxşı mənadadır, həm pis mənadadır. Sən özünü elə vəziyyətə salarsan, heç sənin düşmanın sən o vəziyyətə sala bilməz. Amma sən özünü o vəziyyətə gətirərsən, illərdir sən əziyyət çəkən anan, atan, sən o yaxşılığı eləyə bilməz. Özün, abi, özünün qədrini biləsən, özünə eləyəcəksən. Möhtəşəm. Növbəti səfər haradır mənim? Növbəti səfər Şimali Koreya. Ciddisən? Doğrudan, mən videomu gördüm, gedim mizacı. Gedə bilirik yəni. Açılıb ora yollar, əvvəl bağlı idi.
O gedim gəlim deyim necə getmək olur. Getməmişdim. Getmək olur. Ne gözüm, mənim Olur. çox maraqlı da sən deyim. Çox bir də Cənubi Amerika var ağlımda, bir də Afrika var ağlımda. Dünya əslində zənn etdiyinizdən balaca yerdir. Bu qurtarır yəni. Gəzirsən qurtarır. Bir də o ölkəni girsən, məsələn cənubun gəzirsən, şimalın gəzirsən və ya nə bilim. O da Şimali Koreya bomba söhbət. Necə açıblar? Video çəkə bilərsən orada. Abi gedənlər var yaz bax. Doğrudan Fransızlar, deyirsən, türklər. Mən təzəlikcə gördüm ki, bir dənə Cənubi Koreyalı ora sızıbdı, oradan belə videolar çəkib tuturlar, bunu eləyirlər zaten. Onda onlar yəqin fake-dir ya da köhnə. Fake də ola bilər. Bir də abi dediyim kimi Əfqanıstan. Nə dedin? Alper Rende gedib belə çəkib. Başa düşdüm, belə bir nüanslardır. Ora çox bərbad olsa, bu dəqiqə insanlar orada həyatda olmaz. Mən elə düşünürəm. Əfqanistan çox bərbad olur. Əfqanistanda varlı insanlar var. Əfqanistanda restoranıma baxdın, otellər, motellər filanı. Yəni həyat var, həyat davam eləyir. Afrikaya əslində bəzi yerlərinə baxsaq, Əfqanistandan da betərdir, Şimali Koreyadan da betərdir. Mənim İlsuda bir qaxtda var, hamam var, isti hamam. Getmisən ora? Mən gedəndə ora sel basmışdı deyəsən, bir şey olmuşdu, çıxmamışdı. Amma mən Azərbaycanda bir bəyəndiyim yer yoxdur da, hər yer özünə görə xoşdur mənə, amma qaxtda olanda mən hiss edirəm ki, beynim açılır. Doğrudan. Yəni qaxın havası mənim şəxsimə deyirəm, çox yaxşı təsir eləyir. Bəs Zaqatala? Zaqatala da çox gözəldir. Abi biz siz necədir deyirlər, bununla yekunlaşdıraq istəyirsən. Çox adam deyir ki, biz necə gəzə bilərik? Mən getmək istəyirəm Fransaya, mən getmək istəyirəm Peruya, mən getmək istəyirəm Braziliyaya. Ya sən get bir Çaxuru tanı. Sən get bir Müəllim necə bildin? Mənim millətim Çaxurda. Get sən Çaxuru tanı, get Avarı tanı, get Ləzgini tanı, get Zaqatalanı gör, get o kilsəni gör. Mən Qobustana getməmişəm. Məsələn, Qobustan çox vahiməli bir yerdir. Gedirsən 40 min ildir, bro. Mən getmişəm Qobustana. 40 min il əvvəl adamlar ora inək şəkli çəkib. Get ona bir. Mənim dostlarım Misrə gedib, yığıblar mənə. Bu nədir? Daşı üstünə qoyublar. Sən Sezar gəlib, Sezar deyirəm, Napolyon gəlib, o Sfinksin qabağında dayanıb, o Misir piramidaların qabağında dayanıb, ora bir tarixdir. Bu günləri sənin sistemin demək olar ki, oralardan götürülübdür, dünya sistemin deyirəm. Yəni bu cür nə gəzmək lazımdır ilk Azərbaycandan. Sən get bir cənubda bir çolpa yenə, get bir Tovuzdakı. Mənə görə Azərbaycan bölgəsinin ən əylənən insanları Tovuz, Qax, üzr istəyirəm, Qazax, Ağstafad. Mən orada ancaq gülürdüm, əylənirdim. Mən hamıya deyirəm, Azərbaycanlılara, hər kəs bir dəfə martın 20-si 21-i yuxarı Salahlı Qazax kəndində olmalıdır. Novruz ərəfəsində. Novruzda. Hollywood kimi olur, mənim videom var. İnanılmaz əylənirsən, qapılar açılır, bütün qapılar. Kim kimin evində oturub yeyib içir, onun özünə qalır. Heç kimi də qəribsəmirlər ki, sən mənim gəbiniyə süfrəmdə oturmusan. Elə bir yerlər. Mən buraları gəzib getmişəm, bro. Mən birdən-birə salam aleyküm gedirəm hara? Romaya. Belə olmayıb. Mənim o əziyyətli tərəflərim də var. Çox adam girib bu aşağı videolara baxmır. Mən o videoma baxmısan, avtostop nədir? Hardan hara? Mən nə qədər utandığım olub, çıxardıb pul verdiyim olub. Da məni utandırıblar, bro. Yəni ki, yekə ağlarsa cibinə də 5 manat pul qoymursan, bu nədir ki 5 manatdır bu yol? Amma mövzu o deyil, mövzu o macəranı yaşamaq. Amma artıq əsəblərim dözmür. Halloween demişkən bu arada Zaqatalanda reklamını eləyim mən Zaqatalan ki. Zaqatalada da Qurban Bayramında, növbəti Qurban Bayramı gəlir, gedə bilərsiniz. Qurban Bayramında uşaqlar, cavanlar qocaların paltarlarını geyinirlər, üzlərini bağlayırlar. Gecə hava qaralan kimi bir-bir ev gəzirlər Halloween-dəki kimi. Və yəni bəlkə də Halloween-dən belə köhnə bir adətdir. Bəli, bura 100%. Allahu Əkbər gəzmək deyirlər bu arada. Gəlib Allahu Əkbər deyib girirlər. Çox maraqlı. Çox maraqlı. Mən çox orada olmaq istəyirəm. Bir də şeydə olmaq istəyirəm. Naxçıvanda da şah güldürdü var Novruz bayramında. Hamı düzülür, bir nəfər şah kimi taxta oturur, sən onu güldürməlisən. Belə bir nüans. Belə söhbətlər var Azərbaycanda. Azərbaycanda gəzəndən sonra Qarabağın özü olsun. Nə ora gedəndə məsələn tükün biz olur deyirlər. Belə çox qəribə hiss eləyirəm oralara gedəndə. Hələ. Heç nə. Pələng çox sağ ol gəldiyinə görə. Həqiqətən uğurlar arzulayıram. Çox təşəkkür edirəm. Yəni həqiqətən sənin bura gəlməyin dəstəkdir mənə görə, yəni həqiqətən. Estağfurullah qardaş. Çox sağ ol. Biz həmkarıq. Hələ. İzlədiyinizə görə təşəkkür edirəm. Videonu bəyənməyi, şərh yazmağı və abunə olmağı unutmayın. Əgər
Pələngin yenidən qonaq olma. Pələng neçə min izlənmə və ya neçə min bəyənməyə bir dənə çəkirik, amma studiyada yox, təbii Zaqtal da çəkirik. Zaqtalada. Zaqtal. Qurban bayramında. Qurban bayramına az qalıb. Bax söz verərsən sonra qalarsan. 1 ay qalıbdı. Bir ay yığarlar. 5000 like. 5000 videoya like gəlsə Qurban bayramında sənlə like. Qurban bayramında geyinib gəzə gəzirik. Allah əkbər deyib girib həyətə. Cəmaatın həyətinə. Yaxşı. Qurban bayramında mən bu videonu bu həftə sonu çıxarıram. Max. Bu video 1 ay ərzində bu gün ayın neçəsidir? 21-i. Baxın, Qurban bayramı ayın 27-si olmalıdır mayın səfərində. Polun vaxtımız var. Polun. 5000 videoya izlənmə gəlsin YouTube-da. Like. 5000 like bu videoya gəlir. YouTube-da Pələngdən Qurban bayramında Allah əkbər gəzirik. Yarı cahil davam edəcək. Sağ olun. Yarı cahil